7:30. Shut up, it's starting. Daha doğrusu 7:30 değil, yani 6'nın yarısıdır. Daha doğrusu 6:30'dur. 7'nin yarısıdır. Sonunda. Gece yata bilmirdim. Saat 3 idi. 3'e kadar oyaq qalan, 4'e kadar oyaq qalan var. Yəni ümid edirəm ki, yoxdur. İnşallah. Çünki keyfiyyətimiz aşağı düşər. Amma mən alışıq bir insanam. İnşallah belə olmaz. Beynim yaxşı dərslə, çox da bir fəaliyyəti olmaz. Səhərlərdə biraz əlləm gəlirlər. Nəysə. İndi çay falan içim, əlimi yudum. Gözümün altı qara deyir, resmən. Qara çöküb. Nə lazım olacaq bilmirəm, amma yenə də götürdüm. Qoymasalar əgər, onu mən deyə bilmərəm. Qoymasalar giyinmi, özümə verin. Dələrdə falan. Bir də rahat bir şey, sport giyimi giyinəcəm. Ki, rahat olsun, saçımı da belə qırım. Öyle yoxşuyum. Gözümün altı o kadar qapqaradır ki. Neyse. Saat uyudum, saatim. Bu saat bak. Sinirlerim bozuldu. Bu saati cibimə atacağım əslində. Şey üçün götürürəm məsələn. Hər düz işləyirəm. Yox, bu düz işləmir. Ayda, nə pis oldu. Saat düz işləmir. Sakinəm. Gece haredesin Aydız? Her şey cebime gelmiş. Saat 8:58-59. 9:00 olmaya kalmış. Ben burada. Neyse hasta. Pis oldu. Zaten bir şey beğenmiyorum. Bir şey beğenmem. Olsun, önemli olan bu kadar. Don't worry guys. Uçağa 15 dakika kalmış. Les gens ont eu des mauvaises expériences, des mauvaises journées, puis là ils vont le passer sur cette personne-là. Oui. A little longer than a few minutes later. Ben geldim. Çok pis geldim çünkü hakikaten de heç yaxşı nəticələrdən gəlməmişəm uşaqlar. Bəli, ümid eləmişsiniz, yaxşı yazmışsınızdır, amma mən yaxşı yazmadım. Nəysə, dedim videonun sonundan gəlmiş olduz. Ben anama dedim çək, amma çəkmədim. Çox təşəkkür edirəm. Deyir ki, utanam deyir. Nəysə, bu videoda çox güman ki, bu hissəsində nə qədər unutqan olduğumu və nə qədər cümlə qurmaqda çətinlik çəkdiyimi görəcəksiniz bu hissədə. Bəli. Niyə bu qədər çətin salmışsınız bilmirəm. Gülə-gülə danışıram, amma həqiqətən yəni oxuyan hər cür yazar, nə deyirlər? Amma yəni nəticəmizi görmüş olursa, oxuyan da oxumayan da bunun çətin olduğunu deyərdi. Yəni elə çox insan deyirdi ki, eyni səviyyədə düşəcək, amma eyni səviyyədə düşmədi. Yəni bu imtahanı verənlər, 20 aprel verənlər də, verməyənlər də çoxsu bunu deyir ki, yəni o qədər də asan deyildi. Əsasən də riyaziyyatın suallarında, açıq suallarında və ətraflılarında bəziləri vardı ki, yəni çoxsu vardı ki, onlar çətin düşmüşdü. Azərbaycan dili keçən dəfə birinci zona ilə, yəni ortaydı. İngilis dildə, yəni ingilis dili bilən biri üçün məncə asandı idi, amma yəni mən ingilis dili bilmədiyim üçün çox da ona görə o qədər də yaxşı yaza bilmədim. Baxın. Bir dəqiqə, bir saniyə. Bu sual var ya, bu sual. Düzdür, bu biri axırıncı sualı var, bu sualı var. Amma bu sualda məni ən çox yandırdı. Bu sualda sadəcə qrafik verib, xərclənən pulun miqdarı yazılıb və qalan pul yazılıb günlərin sayı nədir. Burada nə tam açıqlıqla bir şey göstərib, nə bir şey yazıb. Elnur hər gün eyni miqdarda pul xərcləyir. Elnurun pulunun və xərclədiyi pulun miqdarını göstərən qrafik aşağıdakı göstərilmiş. Elnurun pulu neçə günə bitər? Çox uzay bir sualdır və cavabı budur. Elnur nə qədər pul xərcləsə, o qədər qutarar. Xərcləməsə qutarmayacaq. Yəni mənə nə var, Elnur nə vaxt götürüb o xərcləyəcək, nə vaxt durub o şey eləyəcək, küs sinirə başınıza.
Bu sual Gülələ vajina. Bu nə sual tərtib eləməkdir? Buna görə çox insanın saçım dəstəmə toxunur. Hərcələməsin. 0 günə qutaracaq, 0 yazacaq. Siz malsınız. Hər şey qalmışdı. Tamam, bu asandır. Burada bildik ki, 180-dir. Tənliklərlə yenə qurmaq falan olar. Burada da biraz şey olmuşdu. Sənsə 130 eləyir. 130-sa burada 50-dir. Bura 130-dursa burada 130 olduğunu düşünüb buranı da 130 yazmışam. Məncə burada 130 deyə cavab nətər oldu ki, yəni bu şey oldu. Bilmirəm, amma mən bunun harca düz olacağını falan düşünürdüm. Amma sonra təbii ki də şeylərə falan baxandan sonra gördüm. Əsəbləşməyəcəm. Sonra baxandan sonra gördüm ki, belə bir şey yoxdur ümumiyyətlə. Nəysə. Burada nə demişsiniz? Bu düz bucaqlı, üç bucaqlı. Onsuz da kör deyilik, birlik düz bucaqlı, üç bucaqlı. Burada kvadrat hər tərəf 90 dərəcə olur. Amma orada mən hansı ağılla onu düşünməmişəm, bilmirəm. Olsaydı çox güman tapa bilməzdim. Çünki qalmışdı ki, tərəfini 8 vermişəm. ABCD kvadratında okey, kvadrat olduğunu demişsən, yaxşı. S1, S2 ilə 9 ilə nə? Sən malsanmı? Bunların biz sahələrini bilmirik. Sahələrini bilsəydik, heç olmasa yarıya bölüb tapardıq da. Yəni bilmirəm. Siz burada da çoxsunu deməmişsiniz ki, qalmışdı ki, başqa. Bunu da anlamamışam, bunu da anlamamışdım. Burada da nə var idi? Buradakı məncə asan idi, prosto mən qaydaya əsasən bilməmişim. Bununla. Ən asan suallardan da biri məncə budur. Bu daxili bucaqları 1800 olan. Git kimi onu da yaza bilmədim ki, beynim durmuşdu. İlk 1 saatində nə yazmışamsa onu yazmışam. Çox pis bir macəralardan biriydi. Eyni zamanda da maraqlıydı da. Amma həqiqətən məni ora salsaydınız, mən orada riyaziyyat 22-21 dənə yazardım yəni. Çünki çox asan düşmüşdü. Ətraflıların bəlkə bilməzdim, amma çox düşünsəydim tapardım. Zeyni səviyyədə olacaq. Olmadı. Orta məktəb səviyyəsində belə salmadınız. O günləri baxıram. İmtahan verəndən sonra təbii ki də bu videonu çəkirəm və o günləri baxıram və görürəm ki, oradakı o suallar 11-ci sinifin sualları 2 ilə 9-a baxıram və həqiqətən də 9-cu sinifdə salınmalı suallardan, asan suallardan, yəni bizim həll edə biləcəyimiz suallar belə orada tərtib olunmuşdur riyaziyyatında. 9-lara başa düşürsünüz, bu qədər çətin salmanızın yeri yoxdur. Yəni çünki onlar sadəcə öz biliklərini yoxlayırlar, 11-ə hazırlıq kimi də düşünün. Yəni ki bu şey deyil, başa düşürsünüz, burada biz harası qəbul olmuruq. Oluruq, yəni məsələn kolleclərə və yaxud da orta təhsil olaraq o heç. Təhsil səviyyənizi yoxlayırsınız orada. Orada sizin tərtib etdiyiniz sualların uşaqların necə başa düşdüyünü, siz əslində öz verdiyiniz təhsili yoxlayırsınız. Burada bizim aldığımız təhsilimiz, daha doğrusu Yəni Azərbaycanda, Azərbaycanda oxuyursunuzsa, birinci ədalətsizliklə üzləşməlisiniz. Çünki 2000 years later. və mənim beynimin içindəkilər də o imtahanı yazandan sonra sıfırlandı. Həqiqətən depresiya düşdüm yəni. Bu saat depresiyanın dibindəyəm yəni. Gördüyünüz kimi normal düzgün cümlə belə qura bilmədim. Ümid edirəm ki, sıxılmamışsınızdır mən bu cümlə qurmaqlarımdan falan. Nə qədər. Demək üzrə. Sağ olun.